Üçüncü, Peyğəmbər sallallahu aleyhi və səlləmi yuxuda görməyin həqiqət olmasının bəyanı. Sünnədə göstərilir ki, insan yuxuda Peyğəmbər sallallahu aleyhi və səlləmi görə bilər və onu yuxuda görən həqiqətdə görmüş olur. Əbu Hüreyrə, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir. Məni yuxuda görən həqiqətən görmüşdür. Çünki şeytan mənim qiyafəmə girə bilməz. Hədisi Müslim rəvayət etmişdir. Başqa bir rəvayətdə isə Buxari və Müslim Əbu Hüreyrədən, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişlər. Məni yuxuda görən oyaq olarkən də görəcək. Şeytana gəlincə isə o mənim qiyafəmə girə bilmir. Buxari İbn Sirinin belə dediyini rəvayət etmişdir. Əgər onu öz surətində görmüş olsa. Cabir ibn Abdullah, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir. Məni yuxuda görən məni görmüşdür. Belə ki, şeytan mənə oxşaya bilməz. Hədisi Müslim rəvayət etmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləmi yuxuda görməyin mümkünlüyü barədə bir çox səhih hədislər varid olmuşdur. Onu yuxuda görən həqiqətən onu görmüş sayılır və şeytan Allah Rəsulunun sallallahu aleyhi və səlləmin qiyafəsinə girə bilmir. Onu da xüsusi olaraq qeyd edək ki, Peyğəmbər sallallahu aleyhi və səlləmi onun sünnədə vəsf olunmuş həqiqi surətində görmək mümkündür. Əks təqdirdə isə onu görmək hesab olunmur. Buxarinin səhih əsərində İbn Sirindən nəql olunduğu kimi, Peyğəmbər sallallahu aleyhi və səlləmi həqiqi qiyafəsində görmüş olarsa. Buna görə də Buxari hədisi qeyd etdikdən sonra buna şərh olaraq İbn Sirinin sözünü də qeyd etmişdir. Daha bir hədisi buna dəlil göstərmək olar. Hakimin Asim ibn Kuleybdən rəvayət etdiyi hədisdə deyilir. Atam mənə belə rəvayət etmişdir. Mən İbn Abbasa Peyğəmbər sallallahu aleyhi və səlləmi yuxumda gördüyümü xəbər verdim. O mənə Peyğəmbər sallallahu aleyhi və səlləmi mənə vəsf et dedi. Dedim, o Əlinin oğlu Həsənə bənzəyirdi. İbn Abbas dedi, doğrudur, ona bənzəyirdi. İbn Həcər demişdir, bu hədisin isnadı yaxşıdır. Əyyub demişdir, kimsə Muhammed İbn Sirinə Peyğəmbər sallallahu aleyhi və səlləmi yuxuda gördüyünü xəbər versəydi, İbn Sirin həmin adama gördüyün adamı mənə vəsf et deyərdi. Və əgər adam Peyğəmbərə sallallahu aleyhi və səlləmə xas olmayan bir xüsusiyyəti qeyd edərdisə, ona belə deyərdi, sən onu görməmsən. Bu rəvayəti İbn Həcər Fəthül Bari əsərində nəql etmiş və isnadının səhih olduğunu bildirmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləmin məni yuxuda görən kəs oyaq halda da görəcəkdir sözünə gəlincə, alimlər bu məsələyə dair müxtəlif rəylər söyləmişlər. Bu rəylərin ən məşhuru üçdür. Birinci, burada oxşatma və bənzətmə nəzərdə tutulur. Müslimin Əbu Hüreyrədən, Allah ondan razı olsun, rəvayət etdiyi hədis buna dəlildir. Məni yuxuda görmüş kimsə, məni ayıq ikən görmüş kimidir. İkinci, bu Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında yaşayanlara, onu görməzdən öncə iman gətirənlərə aid. Üçüncü, bu qiyamət günü olacaqdır. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmi yuxuda görənlərin durumu onu görməyənlərdən fərqli olacaqdır. Daha doğrusunu isə Allah bilir. 7-ci mövzu, Peyğəmbərliyin xətm edilməsi və özündən sonra Peyğəmbər gəlməyəcəyinin bəyan edilməsi. Bu məsələ barədə əvvəldə Peyğəmbər sallallahu aleyhi və səlləmin xüsusiyyətlərindən danışarkən kifayət qədər dəlilləri zikr etmişik. Bildirmişdik ki, Muhammed sallallahu aleyhi və səlləm Peyğəmbərlərin sonuncusudur. Bu fəsildə Peyğəmbərliyin xətm edilməsi məsələsinə başqa yöndən yaxınlaşacaq, bu əqidənin müsəlmanların dininə nə cür təsir etdiyini və bunun onlara nə qədər faydalı olduğunu açıqlayacağıq. Bu faydalardan bəziləri aşağıdakılardır. 1. Müsəlmanlar özlərinin şəriətinin və dininin kamil olduğuna əmin olur və bu əqidə onların həyatına dərin iz buraxır. Uca Allah İslam ümmətinə bu lütfü xatırladaraq buyurur. Bugün dininizi sizin üçün kamil etdim. Sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim. Əl-Maidə surəsi 3-cü ayə. Bu ayə Peyğəmbərə sallallahu aleyhi və səlləmə vəfatından bir neçə ay qabaq vida həccində nazil olmuş və beləliklə də bu din tamamlanmışdır. Elə buna görə də yəhudilər müsəlmanlara qibtə edirdilər.
Buxari və Müslimin rəvayət etdiyi hədisdə deyilir ki, bir Yahudi Ömərin, Allah ondan razı olsun, yanına gəlib deyir, sizin kitabınızda oxuduğunuz elə bir ayə vardır ki, əgər o, biz Yahudilərə nazil olsaydı, həmin günü bayram elan edərdik. Ömər, bu hansı ayədir elə deyə soruşdu. Yahudi, bugün dininizi sizin üçün kamil etdim ayəsidir, dedi. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm əvvəlki şəriətləri bircə kərpici çatmayan tikilmiş qəsrə bənzədir və özünün gəlişi ilə həmin binanın tamamlandığını bildirir. Bununla o demək istəmişdir ki, həmin binaya tamamlandıqdan sonra bir şey artırmaq mümkün olmadığı kimi, bu dinə də nə isə əlavə etmək qeyri-mümkündür. Bu hədisi Peyğəmbər sallallahu aleyhi və səlləmin xüsusiyyətlərinə dair fəsildə qeyd etmişdik. 2. Ümmətimiz əmindir ki, bu din və Muhammed sallallahu aleyhi və səlləmin şəriəti başqa bir Peyğəmbərin göndərilməsi ilə nəsx edilə bilməz. Muhammed sallallahu aleyhi və səlləmin Peyğəmbərlərin sonuncusu olması o deməkdir ki, onun Peyğəmbərliyindən və şəriətindən sonra nə bir Peyğəmbər, nə də bir şəriət gələ bilər. Qaldı ki, İsa aleyhissalamın qiyamətə yaxın Peyğəmbər olaraq nazil olmasına, bu Peyğəmbərliyimizin sonuncu Peyğəmbər olması ilə ziddiyyət təşkil etmir. Çünki İsa Peyğəmbər aleyhissalam nazil olduğu zaman Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin şəriətinə tabi olacaq və onunla hökm verəcəkdir. Özünün keçmiş şəriəti nəsx olunduğuna görə, həmin vaxt o, istər dinin əsasları, istərsə də ikinci dərəcəli məsələlər olsun, bu xüsusda yalnız İslam şəriətinə tabi olacaqdır. 3. Heç bir tərəddüdsüz və araşdırmadan Peyğəmbərlik iddiasında olan hər kəsin iddiası rədd olunmalıdır. Bu isə, yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sonuncu Peyğəmbər olması imanının əsas faydalarından biridir. Belə ki, bununla müsəlmanlar bütün yalançı Peyğəmbərləri ifşa etmiş olur. Peyğəmbər sallallahu aleyhi və səlləm də buna xüsusi olaraq diqqət çəkər, özündən sonra Peyğəmbərlik iddiasında olan 30 nəfərin peyda olacağını bildirərdi. Sonra da özünün sonuncu Peyğəmbər olduğunu, yalançılara isə tabi olmaqdan və onlara inanmaqdan həzər etməyin gərəkliyini bəyan edərdi. Sovbanın, Allah ondan razı olsun, fitnələr barədə rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Ümmətim arasında Peyğəmbərlik iddiasında olan 30 nəfər yalançı olacaqdır. Biləsiniz, Peyğəmbərlərin sonuncusu mənəm və məndən sonra Peyğəmbər olmayacaqdır. 4. Bu ümmətdən olan əmirlərin və alimlərin fəziləti bəlli olur. Belə ki, onlar həm dini, həm də dünyəvi işləri idarə edə bilərlər. İsrail oğullarında isə onları yalnız Peyğəmbərlər idarə edə bilərdilər. Əbu Hüreyrə, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir. İsrail oğullarını Peyğəmbərlər idarə edirdilər və hər dəfə bir Peyğəmbər dünyasını dəyişdikdə digəri ilə əvəz olunurdu. Məndən sonra isə Peyğəmbər olmayacaq, çoxlu xəlifələr olacaqdır. Səhabələr dedilər, bizə nə əmr edirsən, ya Rasulallah? Dedi, aralarından birinci seçilmiş olana beyət edərək, onların haqlarını ödəyin. Uca Allah onları rəiyyətləri barədə sorğu-sual edəcəkdir. Bu ümmətin xəlifələri siyasət yürütmək və insanları idarə etmək baxımından İsrail oğullarının peyğəmbərləri kimidirlər. Başqa bir hədisdə Əbu Hüreyrə, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdi. Uca Allah hər 100 ilin əvvəlində bu ümmətə öz dinini dirçəldəcək şəxslər göndərər. Ümmətimizin bugünkü durumu da buna açıq-aydın sübutdur. Dinimiz indi də insanlar arasında əmirlər, rəhbərlər və alimlərin şəriətə uyğun yürütdüyü rəylər sayəsində qorunmaqdadır. Uca Allah əsrlər boyu hər 100 ilin əvvəlində dinini təzələyən, Allahın kitabını təhriflərdən, cahillərin açıqlamalarından qoruyan insanlar göndərmişdi. Məhz onların sayəsində Allahın dini Peyğəmbər sallallahu aleyhi və səlləmin göndərildiyi vaxtdan uzun bir müddət ötüb keçməsinə baxmayaraq,
indiyədək olduğu kimi qalmaqdadır. Bu da uca Allahın ümumən ümmətimizə verdiyi bir lütfü, xüsusi olaraq isə bu məqama layiq olanların şərəfidir. Hər bir halda Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sonuncu olması əqidəsi və onun bu dində dərin iz buraxması bu ümmətin xüsusiyyətlərindəndir ki, bunun da imanın artmasında, yəqinliyin formalaşmasında və insanların Allahın əmri gələnədək bu yolda sabit qədəm olmasında əvəz olunmaz rolu vardır. 8-ci mövzu. Peyğəmbər sallallahu aleyhi və səlləmin gecə səfəri, onun gerçəkliyi və dəlilləri. İsra sözünün lüğəti və istilahi mənası. Lüğəti mənada İsra, ərəbcə səra sözündən əmələ gəlmiş, gecə vaxtı çox hissəsini və ya hamısını səyahət etmək deməkdir. Buna Həssanın şeirini misal çəkmək olar. O demişdir: Səni gecə ikən apardılar, lakin sən özün səyahət etmədin. İstilahi mənada İsra deyildikdə isə, Rasulullah sallallahu aleyhi və səlləmin bir gecədə Məkkədəki Məscidül Haramdan Yerusəlimdəki Beytül Məqdisə gedib, həmin gecə də geri qayıtması nəzərdə tutulur. İsranın gerçəkliyi və dəlilləri. İsra, uca Allahın hicrətdən öncə Peyğəmbər sallallahu aleyhi və səlləmi bir gecədə Məscidül Haramdan Məscidül Əqsaya Buraq adlı minihlə Cəbrail əleyhissalamın müşayəti ilə aparması sayəsində ona verdiyi böyük bir möcüzədir. Peyğəmbər sallallahu aleyhi və səlləm Beytül Məqdisə çatdıqda Buraqın ipini məscidin qapısının tutacağına bağlamış, sonra da məscidə daxil olub orada peyğəmbərlərə namaz qıldırmışdı. Sonra Cəbrail əleyhissalam birinin içərisində şərab, digərində isə süd olan 2 qab gətirmiş, o da südü seçmişdi. Onda Cəbrail əleyhissalam ona demişdi: Fitrətə muvafiq seçim etdin. İsraya dair Quran və sünnədə bir çox dəlillər vardır. Uca Allah buyurur: Dəlillərimizdən birisini Peyğəmbərə göstərmək üçün öz qulunu gecə vaxtı Məscidül Haramdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidül Əqsaya aparan Allah pak və müqəddəsdir. Həqiqətən o eşidəndir, görəndir. Əl-İsra surəsi 1-ci ayə. Müslimin səhih əsərində Ənəs ibn Malik Sabit əl-Bunanidən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdi. Mənim yanıma Buraq, uzunqulaqdan böyük, qatırdan alçaq olan uzun, ağ rəngli bir heyvan gətirdilər. O addımını gördüyü son nöqtəyə qoyurdu. Mən ona minib Beytül Məqdisə gəldim və onun ipini Peyğəmbərlərin öz minihlərinin iplərini bağladıqları həlqəyə bağladım. Sonra məscidə daxil olub, orada 2 rükət namaz qıldım. Sonra da çölə çıxdım və Cəbrail əleyhissalam mənə birində şərab, digərində isə süd olan 2 qab gətirdi. Mən südü seçdim. Cəbrail əleyhissalam da mənə sən fitrətə muvafiq seçim etdin dedi. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm hədisin qalanını danışıb meyraca qalxdığını bildirdi. Peyğəmbərin sallallahu aleyhi və səlləmin gecə səfəri barədə bir neçə hədis varid olmuşdur. Buxari və Müslimin səhih əsərlərində, Habilə Sünənlərdə və digər əsərlərdə nəql edilmişdir ki, 30-a yaxın səhabə Peyğəmbər sallallahu aleyhi və səlləmdən bu mövzuda hədis rəvayət etmişdir. Həm sələflər, həm də onlardan sonrakılar yekdilliklə gecə səfərinin həqiqət olduğunu bildirmişlər. Qazi İyad Əş-Şifa əsərində, Səffərəyani isə Ləvamiül Ənvar əsərində bu barədə alimlərin yekdil fikirdə olduğunu bildirmişdilər. Səhih dəlillərə əsasən, Habilə səhabələrin, sünnə alimlərinin və elm əhlinin yekdil rəyinə görə Peyğəmbər sallallahu aleyhi və səlləmin gecə səfəri həm bədəni, həm də ruhu ilə olduğunu, yuxuda yox, oyaq ikən baş verdiyini bildirmişlər. İbn Əbul-İz Əl-Hənəfi demişdir: İsra hədisindən aydın olur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm oyaq ikən cismi ilə Məscidül Haramdan Məscidül Əqsaya getmişdi. Qazi İyad da bunun səhabələrdən və onlardan sonra gələnlərin əksəriyyətindən nəql olunduğunu bildirərək belə demişdir: Əksər müsəlmanların rəyinə görə İsra cisimlə və oyaq ikən olmuşdur. Bu həqiqətən belə olmuşdur. Bu fikri İbn Abbas, Cəbir, Ənəs, Hüzeyfə, Ömər, Əbu Hureyra,
Məlik ibn Sa'sa'a, Abu Həbbə Əl-Bədri, İbn Məsud, Dahhak, Səid ibn Cübeyr, Qatadə, İbn Museyyib, İbn Şihab, İbn Zeyd, Həsən, İbrahim, Məsruq, Mücahid, İkrimə, İbn Cüreyc, Ayşə, Təbəri, İbn Həmbəl, ha belə bir çox müsəlmanlar, əksər təfsir və fiqh alimləri də dəstəkləmişlər. Alimlərdən biri İsranın 2 dəfə baş verdiyini iddia edənlərə belə cavab vermişdi. Alimlərin mövqeyi ondan ibarətdir ki, İsra bir dəfə Məkkədə Peyğəmbər sallallahu aleyhi və səlləmin rəsul göndərilməsindən sonra baş vermişdi. Bunun 2 dəfə olmasını iddia edənlərin bu fikri çox acayibdir. Belə çıxır ki, birinci dəfə ona 50 namaz fərz edilmiş, Musa ilə Rəbbi arasında gedib gəlməklə Uca Allah bunun sayını 10-10 azaltmış, nəhayət mən əzəldən yazdığım hökmü vacib buyurdum. Sonra da qullarımın yükünü yüngülləşdirdim deyə ona cəmi 5 vaxt namaz qılmağı fərz buyurmuş, daha sonra yenidən 50 namaza qaldırıb sonra yenidən azaltmışdı. Meyrac və onun həqiqət olması. İsra və Meyrac hadisələri hədislərdə və alimlərin dediklərində yanaşı qeyd olunur. Odur ki, bu yerdə onu da qeyd etmək yerinə düşər və faydalı olardı. Meyrac sözü ərəbcə uruc kəlməsindən əmələ gəlmişdi. Ərəbcə uruc kəlməsindən əmələ gəlmişdi və qalxmaq, ucalmaq mənasını verir. Bu, pilləkən misalında olsa da, onun keyfiyyəti bizlərə bəlli deyil. Şəriətdə isə Meyrac deyildikdə, Peyğəmbər sallallahu aleyhi və səlləmin Cəbrail əleyhissalamın müşayəti ilə Beytül-Məqdisdən dünya səmasına, daha sonra isə səmanın digər qatlarına qalxaraq 7-ci səmaya qədər qalxmasına, bu səmalarda Peyğəmbərlərlə görüşüb onları salamlaması, sonra da Sidratul Muntəhaya, yəni son həddəki sidr ağacının yanına qalxması, orada Cəbrail əleyhissalamı xəlq edildiyi surətində görməsi, həmin gecə Allahın onunla danışması və ona 5 vaxt namazı fərz buyurması və nəhayət yerə enməsi nəzərdə tutulur. Səhih budur ki, Meyrac hadisəsi İsra gecəsi baş vermişdi. Quran və sünnədə Meyracın baş verməsinə dair bir çox dəlillər vardır. Qurana gəlincə, Meyracda baş vermiş bəzi hadisələr Quranda belə xatırlanır. Uca Allah buyurur, İndi siz onunla gördüyü şey barəsində mübahisə mi edirsiniz? Onu bir daha öz surətində enərkən gördü. Son həddəki sidr ağacının yanında. Məva bağı da onun yanındadır. O zaman sidr ağacını bürüyən bürümüşdü. Peyğəmbərin gözü yayınmadı və həddi aşmadı. O öz Rəbbinin ən böyük dəlillərindən bəzisini gördü. Ən-Nəcm surəsi 12-18-ci ayələr. Bu ayələrdə Uca Allah Meyrac zamanı Peyğəmbər sallallahu aleyhi və səlləmin gördüyü hadisələri qeyd edir. O, Cəbrail əleyhissalamı Sidratul Muntəhanı bürünmüş şəkildə görmüşdü. İbn Abbas və Məsruq demişdir. Onu qızıl pərvanələr bürümüşdü. Sünnədə isə Meyrac barədə bir sıra hədislər müfəssəl şəkildə varid olmuşdu. Bunlardan biri də İsra hadisəsi fəslində qeyd etdiyimiz Ənəsdən, Allah ondan razı olsun, rəvayət olunan hədisdir. Həmin hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdi. Sonra biz səmaya qalxdıq. Cəbrail qapının açılmasını xahiş etdi. Gözətçilər sən kimsən deyə soruşdular. O, Cəbrailəm dedi. Onlar yanındakı kimdir deyə soruşdular. O, Muhammeddir dedi. Ona peyğəmbərlik verildi mi deyə soruşdular. O, bəli, verildi dedi. Bundan sonra göy qapısı bizim üçün açıldı. Bu vaxt mən Adəmi gördüm. O məni salamladı və mənə xeyir-dua etdi. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm göyün o biri qatlarına qalxdığını və orada peyğəmbərlərlə görüşdüyünü qeyd etdi. Sonra hədisinə davam edib dedi. Daha sonra biz Sidratul Muntəhaya qalxdıq. Onun yarpaqları fil qulaqlarına, meyvələri isə saxsı səhənglərə bənzəyirdi. Allah tərəfindən bu ağacı bürüyən bürüdükdə onun görünüşü dəyişdi. Allahın yaratdıqlarından heç kəs onun gözəlliyini vəsf edə bilməz. Sonra Allah mənə bir çox əmrləri vəhy etdi və mənə gün ərzində 50 vaxt namaz qılmağı əmr etdi.
Mən Musanın yanına qayıtdıqda o məndən soruşdu. Rəbbin sənin ümmətinə nəyi fərz buyurdu? Dedim, 50 vaxt namaz qılmağı. Dedi, Rəbbinin yanına get və ondan bu əmri yüngülləşdirməyini dilə. Çünki sənin ümmətin bunu yerinə yetirə bilməyəcək. Mən artıq İsrail oğullarından gördüyümü görmüşəm. Sonra mən Rəbbimin yanına qayıdıb dedim, ey Rəbbim, verdiyin əmri ümmətim üçün yüngülləşdir. O da bundan 5-ini azaltdı. Mən yenə Musanın yanına qayıtdım və ona bunu xəbər verdim. O dedi, sənin ümmətin bunu yerinə yetirə bilməyəcək. Rəbbinin yanına qayıt və ondan bu əmri yüngülləşdirməsini dilə. Beləcə mən Rəbbimlə Musanın arasında gedib gəlməyə başladım. Axırda uca Allah belə buyurdu, ey Muhammed, bu 5 namazın hər biri 10 namaza bərabərdir və ümumilikdə 50 namaz kimidir. Hədisi Müslim rəvayət etmişdi. Meyrac barəsində Buxari və Müslimin əsərlərində buna yaxın ləfzlərdə Məlik ibn Sa'sa'dan, Əbu Zərdən, İbn Abbasdan və qeyrilərindən rəvayətlər də vardır. Qeyd. İsra və Meyrac hadisələri uca Allahın öz peyğəmbərinə sallallahu aleyhi və səlləmə bəxş etdiyi 2 əvəz olunmaz nemətdir və hər bir müsəlman bu hadisələrin həqiqət olduğuna etiqad etməli və bilməlidir ki, Allah bu 2 hadisə sayəsində Peyğəmbərimiz sallallahu aleyhi və səlləmi digər peyğəmbərlərdən üstün etmişdi. Lakin heç bir müsəlmana, bəzi avam müsəlmanların bu hadisələrin baş verdiyi gecəni bayram etmələri və həmin gecədə xüsusi namazlar qılmaları yol verilməzdir. Üstəlik, bütün bunlar inkar olunan bidət hesab edilir. Bunu da nə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuş, nə sələflərdən bir kimsə belə bir şey etmiş, nə də ki, elminə etimad olunası bir alim belə bir şeyi tövsiyə etmişdir. Əhl-i sünnə alimləri bəyan etmişlər ki, Rəcəb ayının 27-ci gecəsində qılınan ayrıca namaz və başqa bu kimi xüsusiləşdirilmiş ibadətlər Allahın dininə artırılmış bidətlərdir. İslam alimlərinin yekdil rəyinə görə belə əməllərə yol vermək olmaz və bunu edənlər yalnız cahillər və bidətçilərdir. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, kim bizim dinimizə ondan olmayan bir şeyi əlavə etsə, bu əlavə rədd edilər. Yəni, bu əməl qəbul olunmaz.